Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim devam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada Doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Şöbəsinin əməkdaşı Günay xanım Quluzadədir. Podkastınızın adı necə idi Günay xanım? Qidanın nəbzi. Qidalı nəbz. Qidanın nəbzi. Qidanın nəbzi. Hə, qidanın nəbzi. Bax, gedib çıxa bilməmişim, adını da bilmirəm. Qidanın nəbzi podkastını da Günay xanımın YouTube-dan izləyə bilərsiniz. Çox maraqlı qonaqları, həm söhbətləri, maraqlı məlumatlar orada da eşidə bilərsiniz. Biz bugün verilişin ilk yarısında Ramazanda qidalanma ilə bağlı tövsiyələrimizi verdik. Mən burada əlavə etmək istəyirəm icazənizlə yuxu rejimini də ki, yuxu rejiminə də xüsusilə diqqət yetirmək lazımdır. Çalışaq 11-dən gec olmayaraq yataq ki, səhər imsakda həm rahat oyana bilək, həmçinin də yuxusuzluq bilirsiniz ki, ən böyük stressdir orqanizm üçün və yaxşı olar ki, yuxu rejiminə xüsusilə Ramazan ayında da nəzərə alsaq ki, sonra uzun müddət ac qalırıq, diqqət yetirək. Və su məsələsində də icazənizlə bir şey də əlavə edim ki, birdən-birə çox su içməyin. Çünki bəzən olur ki, bir sürahı suyu birdən-birə içirlər. O su elə o sürətlə də bədəninizdən çıxacaq. Buna görə də aramla 40 dəqiqədən bir saat başı bir stəkan için yatana kimi. Biraz ola bilər ki, gecə sıxıntınız olsun ki, ayaq yolu ehtiyacınız olsun, amma daha sonra gün ərzində növbəti gün özünüzü daha rahat hiss edəcəksiniz. Günay xanım, ümumiyyətlə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi daha sağlam qidalanmaq üçün, sağlam qidalanma mövzusunda bir çox tədbirlər keçirib. Mən özüm də iştirak etmişəm bir neçə tədbirinizdə. Bax, istərdim ki, bu haqda bir məlumat verək ki, ümumiyyətlə agentlik bu istiqamətdə hansı işlər görür, planda hansı işlər görmək var. İstərdim sizdən də bu haqda əhali maariflənsin. Əhali necə kömək edə bilər sizə və yaxud hansı mövzuda bilgili olmalıdır? Ümumiyyətlə, Qida Təhlükəsizliyi Agentliyi sağlam qidalanma ilə bağlı bir neçə istiqamətdə insanları maarifləndirir. Dediyiniz kimi, məsələn, müxtəlif verilişlərimiz var, müxtəlif maarifləndirici postlarımız, videolarımız var ki, əhalinin hər cür başa düşə biləcəyi, rahat, yəni bizim onlara əl çatanlığımız ola biləcəyi istiqamətlərdən maariflənmə istiqamətdə yəni insanlara çatmağa cəhd edirik. Daha sonra isə bizim bilirsiniz ki, bundan öncə çox böyük bir layihəmiz vardı. Şəkəri azalt, ömrünü uzat layihəsi idi. Hətta mən şəkərini azalt, ömrünü uzat layihəsi vaxtında heç agentlikdə deyil idim, amma o videolar, o paylaşılan postlar vasitəsilə mən şəkərdən, rafinə olunmuş şəkərdən çox uzun müddətli imtina etmiş şəxslərdən biri idim. Həqiqətən çox güclü və çox məlumatlı bir kampaniya idi. Buna əlavə olaraq... Sonra da ADA Universitetində çox böyük bir... Bəli, forum oldu, buna bağlı briefing oldu, nəticələr paylaşıldı. Hətta İdman Nazirimiz də qoşulmuşdu, səhv etmirəmsə bu kampaniyaya. Yəni, çox maraqlı idik. Biz o layihədən çox yaxşı geri dönüşlər almışdıq. Yəni, bir çox şəxslər, tanınmış şəxslər, idmançılar, həkimlər siz özünüzdə qoşulmuşduq. Yəni, düşünürəm ki, o istiqamətdə şəkərlə bağlı biz insanlarda çox yaxşı biliklər formalaşdırdıq, məlumatlar formalaşdırdıq və yəni dediyim kimi bir də mən və mənim kimi bir çox insanlar bu kampaniyadan sonra həyatlarından şəkərin azaltmağa başladılar. Bununla yanaşı olaraq Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları, təlimçilər tərəfindən universitetlərdə, məktəblərdə daimi sağlam qidalanma ilə bağlı təlimlər keçirilir. İnkişafda olan uşaqlara nə yemək olar, nə yemək olmaz, ümumiyyətlə məktəblərə də tövsiyələr daimi olaraq, mütəmadi olaraq verilir. İki layihəmiz də var, qidalanma ilə bağlı, onlar da icra olunmağa başlayacaq. Bu istiqamətdə yəni, müxtəlif tərəflərdən əhaliyə maariflənməyə çalışırıq ki, yəni nə qidalansınlar, necə qidalansınlar, xüsusilə uşaqlar, müxtəlif həssas qruplar var ki, qadınlar, uşaqlar, yaşlı insanlar, idmanla məşğul olan, hamilələr, bəli, və ya xronik xəstəliklə əziyyət çəkən insanlar, yəni onlara hər birinə uyğun qidalama tövsiyələri verməyə çalışırıq. Günay xanım, bəs qida düzdür, biz qidanı ağzımıza qoyana qədər uzun bir prosesdən keçir. Öncə onun hazırlanması, satışa çıxarılması, sonra evə gəlinməsi. Burada istehsalçı ilə bərabər istehlakçının da öz məsuliyyəti olmalıdır ki, bəzən deyir ki, filan şirkətin nə bilim, hansısa bir məhsulunu aldım, deyək ki, südünü, ayranını aldım, zəhərləndim, mənə pis təsir elədi və s. Sonra araşdırımda məlum olur ki,
İndi qışdır düzdür, amma yay aylarında o süd saatlarla qalıb maşında, gəzib o bütün günü günün altında, sonra onu istehlak etdiyi zaman problemlər yaranır və yaxud nə bilim kəsmik olsun, başqa qidalar, yoğurt olsun misal üçün. Burada bu qida zənciri necə qorunmalıdır? İstehlakçı və istehlakçının burada məsuliyyəti nədən ibarətdir? Əslində biz bu zəncirə tarladan süfrəyə adı veririk və çox yaxşı istiqamətə vuruladınız ki, bəzi insanlar deyirlər ki, hamısı dövlət qurumları tərəfindən nəzarət olunmalıdır ki, olunur. Amma burada istehlakçı bizlərin də öz funksiyaları var. Məsələn, nümunəvi istehlakçılar adlandırırıq biz onları, hansı ki, etiket qaydalarını çox yaxşı oxuya bilir. Əlbəttə ki, son istifadə tarixinə, qablaşmanın formasına baxma. Məsələn, ola bilər ki, bir ərzaqdır, ərzaq məhsuludur, istifadə müddəti hələ bitməyib var, amma artıq bunun qablaşması deformasiya olunub, əzilib və ya müxtəlif istiqamətlərində korlanma var qablaşmalarda. Məsəl üçün konserva bankası qalxıb, əzilib, qalxıb və ya südlərdə daha çox görünür ki, məsələn, köpmüş şəkildə şişiblər onların qablaşmaları. Bu məhsullardan uzaq durmaq və ya dediyimiz kimi, əgər hər hansı bir balonla və ya qabla süd alırlarsa, onları isti havada saxlamaq, açıq şəkildə saxlamaq yəni doğru deyil. Bu zaman isə müxtəlif problemləri gətirib çıxara bilər və xüsusilə əksərən də məsələn turşulu qidalarında olur ki, onlar şorabalarda düzgün şəkildə saxlanmaları, yayda süd və süd məhsulları, ümumiyyətlə şəkərli məhsullar, çox şirinli, kremli tortlar, yəni bunların saxlanma şəraitində də istehlakçılar özləri nəzarət etməlidir. Çünki hər kəsin evinə girən bir nəzarət sistemi yoxdur. Yəni biz sadəcə bu istiqamətdə, yəni bizdə müxtəlif videolar var ki, hətta qida zəhərlənmələrin hər birinin daha detallı şəkildə vermişik ki, hansı qidaları, məsələn, soyuducunun hansı hissəsini saxlamaq lazımdır, necə tükətmək lazımdır. Mütləq ki, əhali o Bu videoları əhali hardan izləyə bilər? Qida Təhlükəsizliyi Agentliyi və Qida Təhlükəsizliyi İnstitutu sosial şəbəkələrindən çox rahat sosial şəbəkələrindən gedir Afsaqovaz və Afsiqovaz. Afsaqovaz və Afsiqovaz Instagram və Facebook şəbəkələrindən izləyə bilərsiniz. Şəbəkələri, Hətta bizim YouTube kanalımız ingilis dilində Azərbaycan Food Safety, ona görə Akta yox, bəlkə Akta ilə axtararsınız, Afsa olaraq axtarın. YouTube səhifəmizdə də var, oradan da çox rahatlıqla əldə edə bilərlər. Yəni agentliyin adını yazanda çıxır zaten. Çıxır, bütün məlumatlar çıxır. Əslində çox işlər görülüb bu mövzuda, mən də bilirəm. Burada istehlakçı da diqqətli olmalıdır, maarifli olmalıdır. Misal üçün mənim başıma gələn bir hadisəni danışım sizə. Yaydan çimərliklərin birində uşaqlar tost istədilər və bir də burger istədi və mən gəldim gördüm ki, o çiğ əti üzərtdiyi taxtanın üzərinə təzədən çörək qoydu ki, o əti də sonra bişirib qoyacaq onun üstünə. Mən öz iradımı bildirdim ki, sən nə edirsən? Sən biraz əvvəl çiğ əti bu taxtanın üzərində döyürdün, sonra əti götürdün, qoydun bişirməyə. Həmin o ətin sulu yerinə, qanlı yerə qoydun çörəyi ki, indi mənim uşağımı burger düzəldəcəksən. Mən öz iradımı bildirdim və dedim ki, mənə təzədən düzəldin, fərqli əlcəklə, fərqli taxta ilə. Çünki ən böyük problemlər də burada yaranır ki, sabah uşaqların sağlamlığında problemlər yaranır. Eyni zamanda da mən hesab edirəm ki, valideynlər diqqətli olmalıdır, uşaqları da öyrətməlidirlər. İstər məktəblərin kantinləri olsun, istər getdikləri başqa məkanlarda ki, qida təhlükəsizliyi elementar qaydalarını bilməlidirlər. Hətta öz evimizdə də tutaq xanım, bizim doğrama lövhələrimiz belə fərqli olmalıdır. Yəni birbaşa çiğ şəkildə istehlak etdiyimiz qidalarla bişmə ehtiyacı olan qidaları eyni lövhədə doğraya bilmərik. Bıçaqlar da fərqli olmalıdır, doğrama lövhələri də fərqli olmalıdır. Maraqlı bir hadisəni danışım. Bu yaxınlarda belə bir video paylaşdım sosial mediada. Bilirsiniz, mən də çox aktivəm. Ki, hansı qidaları yumaq olmaz, yumayaq və bir çoxu yazdı ki, necə yəni əti yumayaq, ora nə bilim, qəssabın əli dəyir, sonra o ət hara dəyir və s. Deyirəm, yaxşı, və siz o əti yuyanda, o yaydığınız infeksiya mətbəxdə necə olacaq? Və görürəm ki, doğrudan əhali yəni kifayət qədər maarifli deyil və düşünürlər ki, orada informasiya verəndən daha çox bilirlər bu mövzuda ki, mən əti 15 dəfə yuyuram, sonra qaynadıram, atıram, yenə yuyuram, təzədən bişirirəm. Yəni, bax, istərdim ki, bu mövzulara da toxunasınız ki, mətbəxdə hansı qaydalara riayət etməli lövhələrdən, bıçaqlardan başqa? Əslində, onlarla bağlı hər birinə bağlı bizim maariflənmə videolarımız var. Mən bir daha səsləyirəm ki, mütləq hər bir şəxs öz mətbəxindən başlamalıdır bunları bilməyə. Doğrama lövhələri qeyd elədik, doğrama bıçaqları qeyd elədik, saxlanma şəraiti
şəraitləri, məsələn, soyuducunun müxtəlif hissələrində ərzaqların saxlanması, məsələn, ət olan hissələrə yenə deyirəm ki, birbaşa yediyimiz qidaları bəzən qoyurlar, südü qoyurlar, yağı qoyurlar və ya meyvə və tərəvəzləri olmaz, onları ayırmaq lazım. Çünki müxtəlif şəraitdə ola bilər, ətin suyu axa bilər, qanlı sudur, digər qidaya keçə bilər və bu çarpaz çirklənmə adlanır, qida çirklənməsinə səbəb ola bilər. Ona görə mütləq diqqət eləmək lazımdır. Tərəvəzlər üçün ayrılmış hissədə, qoxulu qidaları qoxu ayrılmış hissədə və ətləri də mütləq dondurucuda saxlamaq lazımdır. Əgər istifadə etməyəcəksə və önəmli olan bir şey də yediyimiz qidaları bir dəfə dondura və bir dəfə qızdıra bilərik. Bir dəfə dondurub, bir dəfə qızdıra bilərik. Dondurub da saxlaya bilərik. Bəli, dondurub saxlaya bilərik. Amma biz artıq donu açılıbsa, onu mütləq istifadə etməliyik. Yenidən dondurma zamanı artıq axmış, məsələn, ətdən əgər söhbət gedirsə, axmış ətli su yenidən həmin ətə keçir. Yəni, bu şəkildə çirklənməyə səbəb olur. Aydındır, çox maraqlıdır. İçkilər mövzusunda istəyərdim sizin fikrinizi bilək. Çünki bugün biz xəbərimiz olmadan çox kalorini məhz içkilərdən qəbul edirik və son dönəmdə nəzərə alsaq ki, bu kofe mədəniyyəti də girib bizim həyatımıza. İçkiləri seçərkən nələrə diqqət yetirək və hansı sudan başqa hansı içkiləri istifadə edə bilərik və ya daha az istifadə edək. Tamamilə çıxardan deyə bilmirik təbii ki. Ən yaxşı içki, ən sağlam içki sudur. Bunu öz şəkildə qeyd elədik. Əgər qəhvələrdən söhbət gedirsə, qəhvələrdə bilirsiniz ki, müəyyən qəhvələr var ki, onların kalori dəyərləri həddindən artıq çoxdur. Əlbəttə ki, bunlar insanlar bunları bilməyə bilərlər. Dadlarına görə xoşları gəlir, istifadə edirlər. Amma mütəmadi şəkildə bu qəhvələrdən hətta gün ərzində 2-3 dənə də istifadə edən var. Daha çox şəkərli qəhvələrdən uzaq durmaq tövsiyə olunur. Çünki onların nə qədər şəkəri, nə qədər dadları yaxşı olduqca onların kalori dəyərləri də artır və eyni zamanda qazlı şəkərli içkilərdən uzaq durmalar insanlar tövsiyə olunur. Həm içlərindəki şəkər miqdarı çoxdur, həm də ki, müəyyən problemləri gətirib çıxarda bilər. Təbii meyvə şirələri ən çox onlardan istifadə məsləhət görülür. Çox az şəkərli kompotlar olur. Onlar hazırlanmış şəkildə onlardan istifadə edə bilərik və ən yaxşı halda su. Ən yaxşı, bəli, dünyada tapa biləcəyiniz ən yaxşı içki sudur. Çünki bəzən doğrudan da baxırsan, elə mənim yanıma gələn pasiyentlərdir ki, doktor, siz mənim gündəlik yediklərimi görsəz, mən heç demək olar ki, heç nə yemirəm, amma gəlirəm. Və söhbət edəndə məlum olurdu ki, gündə 3 dəfə kofe içir. Bu kofenin içində həm şəkər olur, həm sirop olur, həm qaymaq olur və həm şokolad dənələri olur. Bəzilərində dondurma, qaymaq. Bəli, və bu bir kofenin kalori dəyəri gəlir, çıxır 400-500 kilokaloriyə ki, o kilokalorini normal bir nahardan da ala bilər və daha uzun müddət tox qala bilər. Həmçinin də xüsusilə günortadan sonra kofe içməyi tövsiyə etmirik ki, bu həyəcan, təşviş problemləri yaradır, yuxunu pozur. Elə insanlar vardır ki, mən kofe içsəm də yatıram. Ola bilər siz yatırsınız, amma dərin yuxu fazanız nə qədərdir? Bu bizim üçün önəmli. Çünki axşam saatlarında içilən kofe məhz o dərin yuxu fazasına təsir edir ki, nəticədə də siz növbəti gün sanki yatmısınız 7-8 saat, amma yenə də yorğun oyanmışsınız, yenə də doymamışsınız. Elə bil deyirlər ki, elə bir bütün gecə daş daşımışam, yəni elə yorğun oyanıram yuxudan. Bu şikayətlərlə sonra təcrübədə, praktikada biz daha çox rastlaşırıq pasiyentlərlə işlədiyimiz üçün. Yəni bunun əslində səbəbi günortadan sonra içdiyimiz kofeinli içkilərdir. Bu kofesi olsun, qara çay olsun, yaşıl çay olsun. Ona görə axşam saatlarında daha çox elə iftardan sonra da mən əslində Ramazanda ən çox darıxdığım kofe olur. Çünki axşam saatlarında içməməyi hamıya tövsiyə edirəm. Təbii ki, özüm də gözləməliyəm bunu. Düz həftədə bir dəfə içirəm Türk kofesi. Amma yenə də çalışıram ki, mümkün qədər məsləhət gördüyümü özüm də riayət edeyim. Elə bunun bariz nümunəsi sizsiniz ki, siz də sosial mediada da kifayət qədər aktivsiz və idmanla da məşğul olursunuz. Bax, istərdim idmanla bağlıdır. Çünki biz bu məsələyə baxanda bir tərəfli baxa bilmirik də, ancaq qida. Ancaq qida. Bu qidanın alınmasına da baxmalıyıq, hazırlanmasına da, yeyilməsinə də, yarada biləcəyi xəstəliklərə də və multidisiplinər bir yanaşma olmalıdır ki, yuxunu vurğuladıq. İndi idman məsələsində bir aktiv idmançı kimi siz də vurğulayın istəyərdim. Ümumiyyətlə, hər birimizin həyatında fiziki aktivliyin çox önəmli bir rol olmalıdır. Mən belə düşünürəm. Çünki fiziki aktivlik həm bədənimizə yaxşı davranır, həm də bizim ruh sağlığımızda, ruh sağlamlığımızda eyni zamanda
dəstəkləyir. Hətta bir yerdən sonra sırf ruh sağlamlığı üçün də idmanla məşğul olan insanlar var ki, bunlar da daim bölüşürlər. Bax, qeyd elədim, Ramazanda iftardan sonra da məsləhət olunur. Yürüşlər, yüngül hərəkətlər, əlbəttə ki, özümüzü çox yormadan. Amma gündəlik həyatda idman məncə insanlar üçün çox önəmlidir. Çünki yediyimiz qədər onu yandırdığımız miqdar da önəmlidir, nə qədər yandırıq və çox zaman deyirlər ki, yeyirəm, idmanla gedirəm, yenə də arıqlamıram, amma burada artıq bir balansı qorumaq ehtiyacı var. Siz daha yaxşı bilirsiniz, kalori açığı deyirlər, o yaradılmalıdır. İdman məncə çox önəmlidir. Çünki belə bir şey də var ki, Tutuxan, məncə siz də mənlə razılaşarsınız ki, insan idmana gedir, müəyyən əziyyət çəkəndə artıq yeməyə də heyfə gəlir ki, mən bu qədər enerji sərf elədim, bu qədər əmək sərf elədim, artıq yeməyimə də zəhmətim hədər getməsin, yeməyimə də diqqət edirəm. Amma maddə mübadiləmiz biz bilirik ki, yəni arıqlamaqda və ya kökəlmədə çox önəmlidir. Ona görə onu dəstəkləyən bir hissələrdən biri də fiziki aktivlikdir. Bu sayədə biz maddə mübadiləmizi bədənimizə sürətləndirə bilərik. Siz necə tanış oldunuz sağlam qidalanma ilə? Baxın, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə gedən yolunuzdan danışaq mənə maraqlıdır. Çünki bildiyim qədərilə öz üzərinizə də çalışıb böyük dəyişikliklər etmisiniz. Daha öncədən. Bu biraz səmimi etiraf olacaq, amma olsun. Bizim veriliş səmimi verilişdir. Əslində, yəni sıravi insanlar kimi, bir çox insan kimi, bir çox Azərbaycan genlərində daha çox çəkili olan xanımlar var. Mən də yəni bir dönəmdə çox çəkili olan xanımlardan biri idim. Bəli, çox olmuşam və bunu əlbəttə ki, biz hər bir şəxsə həkim tövsiyəsi ilə arıqlamağı məsləhət görürük. Amma bu dönəmdə də mən əlbəttə ki, həkimlərə müraciət etdim. Amma sağlamlığımda bir problem olmadığı üçün mənim üçün bu istiqamətə addımlamaq daha asan oldu. Hardasa 23-25 kiloya yaxın mən vermiş bir adamam. O dövrdən bəri idman mənim həyatımın ayrılmaz hissəsinə çevrildi və sağlam qidalanma ilə da daha yaxşı həyat keyfiyyətlərimin olmağını gördüm. Çünki biz özümüzə, bədənimizə nə qədər yaxşı davransaq, bədənimiz də hər bir halda bizə o qədər yaxşı reaksiya verəcək. Yəni kilolu olanda onun fərqində deyildiniz. Bu arıqladıqca mı başa düşdünüz ki, əslində nə qədər həm fiziki, həm mental yük daşıyırsınız? Əslində əlbəttə fərqində deyildim. Çünki əslində deyirdi ailəm mənə ki, insan gərək özü dərk eləsin, bir özü baxsın ki, beyində bitirmə. Həqiqətən mənə çox adam deyirdi, amma çox da təsir eləmirdi. Amma özüm artıq bir gün özümə baxdığım zaman dedim ki, yox. Və çox necə deyim, cavan vaxtlarımda, yaşımın çox az olduğu vaxtlarda idi. İndi də yaşımız az. Abituriyent vaxtdan çıxanda bir çox insanın başına gəlir ki, biz sırf oxumağa yönəlirik. Bu zaman qida nə oldu yeyirsən, neçədə oldu yeyirsən, artıq qida rejim pozur və əlbəttə ki, bu dövrdən sonra mən özümə nə qədər ədalətsiz və yaxşı davranmadığımın fərqinə vardım. Çünki qadınlar üçün saçları, dırnaqları, üzləri belə, yəni kilolardan əlavə üzü çox önəmlidir və yediyimiz qidalar, müxtəlif mayonezli, ketçuplu və kalorili qidalar hər birinə təsir edir. Və indiki vaxtda baxsaq, məsələn, iş həyatında aktivliyimizə, iş keyfiyyətimizə, həyat keyfiyyətimizə təsir edir. Həm qida, həm də idman. Ona görə əgər bizi gənclərə xüsusi tövsiyə edirəm ki, zərərli vərdişlərdən uzaq olsunlar, daha sağlam həyat onların daha sağlam fərd kimi formalaşmağına gətirib çıxacaq ki, bizim də ölkə olaraq daha sağlam fərdlərə ehtiyacımız var, hər bir mənada. Əslində, yediklərimiz bizim xasiyyətimizə də təsir edir, xarakterimizə də təsir edir və elə Ramazan ayında da əslində bu qidalanmanın, yəni uzun müddət ac qalmağımızın, burada söhbət ac qalmaqdan getmir, burada söhbət nəfsi tərbiyə etməkdən gedir, öz mənəviyyatımızı tərbiyə etməkdən gedir. Yoxsa, məsəl üçün, gizlin hamımız yeyə də bilərik, heç kim də bunu görməz, elə deyilmi? Amma biz özümüzü hardasa tərbiyə edirik bu mövzuda. Çünki burada Qurandan da yadımıza düşür ki, Allah nə deyib, mən sizə şah damarınızdan daha yaxınam. Yəni, kimi aldadacaqsan ki, yaradan sənə şah damarından daha yaxındır və sən o orucu pozanda, yenə deyirəm, söhbət burada ac qal və ya tox qalmaqdan getmir. Söhbət burada mənəviyyatımızın tərbiyəsindən gedir, özümüzü, nəfsimizin tərbiyəsindən gedir ki, bu mövzuda da məncə biraz düşünək. Çünki biz Ramazan ayında həm ruhumuz təmizlənir, həm bədənimiz təmizlənir, həm düşüncələrimiz. Burada da bir məsələ var ki, mən niyə xarakteri vurğuladım? İcazənizlə bunu qeyd edeyim ki, bağırsaq mikrofloramız dəyişir əslində və bağırsaq mikrofloramızda faydalı bakteriyaların sayı nə qədər çoxdursa, biz özümüzü o qədər daha rahat hiss edirik, daha gümrah hiss edirik. Buna görə də Günay xanım vurğuladı ki, səhər şəkərli qidalar yeməyin. Çünki daha sonra iftarda da bu qidaları istəyəcəksiniz. Niyə? Belə yaxşı pis desək, pis bakteriyaların sayı artır və əslində biz deyəndə ki, bilmirəm siz bunu yəqin ki bilirsiniz, qonaqlarınızdan podkastda deyən olub, yoxdursa mən gələndə deyərəm. Biz əslində deyəndə ki, ürəyim filan şey istədi, beynimə filan yemək düşdü. Bunu nə ürəyiniz, nə beyniniz istəmir. Bunu yediklərimizi seçən məhz bizim bağırsağımızda yaşayan bakteriyalardır. Və orada nə qədər çox yaxşı bakteriya varsa, biz sən demə o qədər daha faydalı qidalar seçirik.
Əslində Tutuxan bu zərərli vərdişlər hissəsində biz məsələn alkoqol, spirtli içkilər və tütün məlumatlarını nəzərə alırıq, amma qidalarda da zərərli vərdişlər var, zərərli qida vərdişləri də var. Baxın, bu sizin sözünüzə qüvvət olaraq demək istəyirəm ki, insan müəyyən qidadan imtina etdiyi zaman artıq onun dadını unudur, yəni onu istəyi də azalır və bu əslində Ramazan ayı mütləq istifadə olunmalıdır. Yəni biz bu uzun müddətli ac qalırıqsa və ya məsələn o zərərli vərdişlərdən istifadə edən insanlar bu saatlarda etmirsə, deməli biz bunu digər müddətdə də edə bilərik. Yəni 13 saat siqaret çəkə bilmirsənsə, çəkməyə bilərsən. Və Ramazandan çıxanda az yediyimiz saatlar var, az yediyimiz miqdarlar var. Biz bunu digər aylarda da çox rahatlıqla tətbiq edə bilərik. Çünki 30 gün olduğuna görə adətən deyirlər ki, qidanın unudulması 21 gündən başlayır və biz bunu çox yaxşı şəkildə dəyərləndirə bilərik. Mən təşəkkür edirəm sizə səmimi, ətraflı söhbət üçün. Əminəm ki, tamaşaçılara da çox maraqlı oldu bugünkü söhbətimiz. Nəzərinizə çatdırım ki, verilişimizin bugünkü qonağı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Şöbəsinin nümayəndəsi Günay xanım Quluzadə idi. Daha bir təşəkkürüm verilişimizin baş sponsoru Ştada şirkətinədir. Belə ki, günə 3 fincandan artıq kofe içirsinizsə, vegansınızsa, hamiləsizsə, uşağınıza süd verirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, o zaman sizin kalsium ehtiyacınız daha çoxdur və kalsium döyüş nikamet, portağal və limon adlı çeynəmə tabletləri ən doğru seçim ola bilər. Çünki 25 ildən artıq mövcuddur bu preparat, sınanmış preparatdır, hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Laktozsuzdur, istifadəsi də rahatdır, çeynəmə tabletləridir, suya da ehtiyac yoxdur. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz İdman həkimi Fərid Səlimovdur. Böyük Britaniyada təhsil alıb və fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz onurğa çiyin əzələ ağrılarını daha tez və müasir idman yanaşması ilə sizi müalicə edə bilər. 055 318 83 94 nömrəsinə zəng edin və Fərid doktordan əlaqə saxlayın. Bugünlük bu qədər. Allah orucunuzu qəbul etsin. Özünüzə yaxşı baxın. Sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Kalsi D3 Nikamet.